person, people, pupils and why. Herkese salam. Bugün sizler üçün kanalımda people və pupils sözünün mənasını, fərqlərini izah edəcəm. Bildiyimiz kimi person sözü bir nəfər şəxs, bir nəfər insan deməkdir. Kişi və ya qadın cinsi burada fərqləndirilmir. Person, a person, bir nəfər şəxs. People sözü isə adamlar deməkdir. Yəni özü cəm məna daşıyan bir isim olduğu üçün biz adamlar sözünə əlavə s və ya s şəkilçisi artıra bilmirik. Azərbaycan dili qrammatikasına desək, people sözü toplu isimlərə aiddir və bildiyimiz kimi toplu isimlərə biz larlər şəkilçisi artıra bilmirik ki, bu qayda ingilis dilində də belədir. Bəs people sözü nə vaxt s şəkilçisi qəbul edir? İndi isə onun haqqında deyirəm. Azərbaycanlı adamlar, İtalyan adamlar, evimizdəki adamlar deyəndə biz people işlədəcəyik. Peoples deyə bilmirik. Çünki zaten people sözü özü adamlar demək olduğu üçün biz adamlara bir də lar şəkilçisi artıra bilmirik. Amma əgər müxtəlif xalqlardan, müxtəlif milliyyətlərdən, müxtəlif etnik qruplardan bəhs ediriksə, bu zaman biz people sözünü cəmləyirik, peoples deyə bilərik. Gördüyünüz şəkildə hicablı xanım var, yəni müsəlmanlı var, xristian oğlan var, Hindistanlı qız var. Yəni müxtəlif xalqların, müxtəlif dinlərinə mənsub insanlar var. Bu zaman biz müxtəlif xalqlardan söhbət gedirsə, müxtəlif xalqların insanlarından söhbət gedirsə, bu zaman biz peoples işlədə bilərik bu istisna halda. Person, people, peoples, pupils. Bəli, özüdür ki var elə. Burada biz pupils deyə bilərik. Əgər kanalım sənin üçün faydalıdırsa, kanalıma abunə olmağı və başqaları ilə paylaşmağı unutmayın. Hələlik!